Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Ağstafa rayonunun Sadıqlı kəndində yerləşən Dilbaz Atçılıq kompleksi müasir tələblər səviyyəsində qurulub. Kompleksin sahəsində at tövləsi, stasionar baytarlıq otağı, cıdır meydanı, talvar, ambar, ofis və digər binalar fəaliyyət göstərir. 450 hektar əkin və ceyrançöl ərazisində 927 hektar örüş sahəsi olan Dilbaz Atçılıq təsərrüfatı 1997-ci ildən fəaliyyət göstərir. Dövlət başçısının müvafiq sərəncamı ilə 2015-ci ildə Dilbaz at cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon manat vəsait ayrılıb ki, bu da müəssisənin problemlərinin həllinə imkan verib. Hazırda müəssisədə 148 baş at saxlanılır. O cümlədən 34 baş ana madyan, 4 ayğır, qalanı isə müxtəlif yaş qrupundan olandır. Son dövrlər Dilbaz atları Covqan at üstü oyununda da məşhurlaşıb. Hazırda bu idman növü üzrə yarışlarda kompleksin Ağstafa Dilbaz və Zəfər Dilbaz komandası çıxış edir. Dilbaz atçılıq təsərrüfatı hamının bildiyi kimi 1997-ci ildən fəaliyyət göstərir. Yəni belə deyək ki, burada 10 atla başlanıb və bir törəzi ayğırla. Dilbaz atçılıq təsərrüfatında hal-hazırda 148 baş at var. O cümlədən 4 törəzi ayğırdır və 34 baş ana maydandır və başqa qruplar var. Bildiyiniz kimi atlarımızdan bu dəqiqə 20 başı Bakı Dövlət Cıdır meydanında at üstü Çovqan milli oyunlarında 2 ildə artıq Azərbaycan çempionatı keçirilir. Keçən il komandamız 3-cü yeri tutub və bir il artıq biz demək olar ki, 2 komanda ilə təmsil oluruq. Komandanın biri Ağstafa Dilbaz, biri Zəfər Dilbaz komandasıdır. Dilbaz atçılıq təsərrüfatının 450 hektar suvarma sahəsi vardır. Bundan 120 hektarı arpa əkilmişdir. Qalanları təbii sənəkdir. Biz ancaq atlara arpa əkirik. Havaların yağışlı olmasından əlaqədar olaraq məhsuldarlığımız yuxarı olacaqdır. Biz hal-hazırda Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən Dilboz atçılıq təsərrüfatındayıq. Qeyd edək ki, Dilboz atçılıq təsərrüfatı ən müasir kompleksindən təmin olunubdur. Qeyd edək ki, Dilbaz atları yaxşı işləmə bacarığına malikdir. Onlar bir gündə 115-130 kiloqram yüklə 45-55 kilometr, idmançı ilə isə 70 kilometr yol qət edə bilir. Könül Kazımova, Kamran Əskiparalı, Amin Qəhrəmanov bugün informasiya proqramı üçün.